Anton Çexov. Bədbəxtlik. Dülger Qriqoryev Petrov uzun illərdən bəri Qalçinski əyalətində əla, məşhur usta, həm də əyyaş, bivec, ər kimi tanınırdı. O, nasaz qarısını əyalət xəstəxanasına aparırdı. 30 verst yol getməli idi. Yol isə buna rəğmən dəhşət idi. Hansı ilə heç bir rəsmi poçt işçisi bacara bilməzdi. Nəinki böyrü üstə yatan sərxoş Dülger Qriqoryev olsun. Öndən soyuq sərt külək vururdu. Hara baxırdın havada qar dənəcikləri yağırdı. Heç anlamaq olmurdu ki, qar göydən yerə, ya yerdən göyə yağır. Duman kimi qarla dolu havada nə çöllər, nə teleqraf dirəkləri, nə meşə görünürdü. Qriqoryenin üzərinə xüsusi güclə külək əsəndə isə hətta qövs belə görünməz olurdu. Qoca, gücsüz at ağır gəzirdi. Onun bütün enerjisi dərin qar örtüyündən ayaqlarının çıxarmasına və başının yelləməsinə gedirdi. Dülger tələsirdi. Narahat olub arabanın önündəki taxtaya hoppanır ya da atın belinə qamçı vururdu. Sən, Matriona, ağlama, o donquldandı. Biraz döz, xəstəxanaya Allahın yardımı ilə bir göz qırpımında, necə deyərlər, Pavel İvaniç sənə damcılar verər, ya da qan alma əmr edər, ya da Ali Həzrət spirtlə səni ovuşdurar. Ondan sonra, necə deyərlər, böyrün ağramaz. Pavel İvaniç cəhd edər, qışqırar, ayaqlarını yerə vurar. Amma dəridən qabıqdan çıxıb səni sağaldar. Yaxşı adamdır. Hər şeyin yerini biləndir Pavel İvaniç. Yola verəndir. Allah onun canına dəyməsin. İndi biz ora çatan kimi birinci növbədə öz otağından çıxıb başlayacaq şeytanı söyməyə. Necə? Bu niyə belə oldu? Deyə qışqıracaq. Niyə tez gətirməmisən? Mən o viti deyiləm ki, sizin üçün bütün günü sizlərlə uğraşım. Niyə səhər gəlmədin? Deyəcək. Rədd ol, gözüm səni görməsin deyəcək. Sabah gəl. Mən də deyəcəm, cənab həkim, Pavel İvaniç, Ali Həzrət. O da deyəcək, çıx get, şeytan görsün üzünü. Amma Dülger ata qamçı vurur və qarısına baxmadan burnu altında danışmağa davam edirdi. Ali Həzrət, mən deyəcəm, Ali Həzrət, qarşınızda lap Allahın önündəki kimi durub həqiqətləri deyirəm. Səhər açılıb açılmaz, yola çıxmışam. Necə yəni gec gəlmişəm? Əgər Allah müqəddəs ana ilə qəzəblənib belə bir külək göndəriblərsə, özünüz də görürsünüz də, lap əla at olsa belə tez gələ bilməzdi. Mənim atımsa, necə deyərlər, gördüyünüz kimi biabırçılıqdır. Pavel İvaniç qaşlarını çatıb qışqıracaq, deyəcək, tanıyıram sizləri, hər şeyə bəraət qazandırmağı bacarırsınız. Unutqansan sən Qrişa, səni çoxdan tanıyıram. Bəlkə də 5 dəfə meyxanaya getmisən. Mən isə ona deyəcəm, Ali Həzrət, mən qan içən ya iblis filan deyiləm axı. Qarım Allaha canını tapşırıb ölən vaxtı meyxanaya heç gedərəm? Bağışlayın deyəcəm, görüm o meyxanələr boş qalsın. Onda Pavel İvaniç əmr edəcək ki, səni xəstəxanaya aparsınlar. Mən də ayaqlarına düşüb deyəcəm, Pavel İvaniç, Ali Həzrət, itaətkar tərzdə sizə minnətdaram, bizi əfv edin, axmaqları, sarsaq insanları. Çox da məzəmmət etməyin bizləri, kəndçi müşikləri. Boynumuzdan tutub bizi qovmaq lazımdır, siz isə narahat olursunuz, küçəyə çıxıb ayaqlarınızı qarda üşüdürsünüz.
Pavel İvaniç elə baxacaq ki, sanki məni vurmaq istəyir və deyəcək: "Ayağıma düşməkdənsə axmaq, içməyi buraxardın. Qarına da yazığın gələrdi." Düzdür deyəcəm, Pavel İvaniç, elədir. Qoy Allah məni cəzalandırsın, mənə dərd göndərsin. Sizin kimi doğma, mərhəmətli atalarımızın ayaqlarına necə düşüb and içməyək, Ali Həzrət. Lap elə bilin Allah önündə durub düzünü deyirəm. Qoy mənim Matryonam sağalmağa başlasın, nə istəsəz onu sizin üçün edərəm. Siqar qutusu Kareliya ağcaqayından istəyirsiz, ya kroker üçün toplar. Elə yolub sizə düzəldərəm ki, lap əcnəbi mallar kimi. Hər şey edərəm sizin üçün. Moskvada siqar qutusuna görə 4 rubl alırlar. Mən bir qəpik belə sizdən almaram, deyəcəm. Həkim güləcək və deyəcək: Yaxşı, yaxşı, inanıram ki, edərsən, amma heyf ki, əyyaşsan. Arvad, mən ağalarla necə danışmaq lazımdır bilirəm. Elə bir ağa yoxdur ki, mən onunla dil tapmayım. Yalnız Allah yardım etsin, yolu azmayaq. Bir bax, külək necə əsir, diqqətimizi qarışdırır. Dülgər durmadan danışır, maşinal olaraq dilinə güc verirdi ki, keçirdiyi ağır hissi özündə boğa bilsin. Dildə sözlər çoxdur, lakin başda fikir və suallar ondan da çoxdur. Bəla Dülgərin yanına gözlənilmədən dəvətsiz gəldi. İndi o özünə gələ bilmir, ayla düşünə bilmirdi. Bu zamana qədər dərdsiz, istədiyi kimi, özünü unutmuş, sərxoş kimi yaşayıb. Nə fikir, nə sevinç hiss etməyib. Və budur, indi birdən qəlbində dəhşətli bir ağrı hiss etdi. Əhli-keyf, böyrü üstə yatan, sərxoş, indi narahat, hətta təbiətlə döyüşərək tələsən birinə çevrildi. Dülgər xatırladı ki, bəla dünənki gecədən başladı. Gecə adəti üzrə sərxoş halda evə dönəndə həmişəki kimi söyüş söyüb və yumruğunu arvadına göstərəndə qoca qarı öz davakar ərinə elə nəzər yetirdi ki, heç vaxt əvvəllər ona belə baxmamışdı. Öncələr bu baxışda əzab, itlərə məxsus qorxaqlıq vardı, hansıları ki kötəkləyib az yedizdirirdilər. Həmin o gün isə qadın ona ciddi və hərəkətsiz baxdı. Belə baxışlar ikonada olan müqəddəslərdə və ya ölüm çarpayısında yatan insanlarda olur. Bu qəribə, xoş olmayan baxışdan bəla başladı. Bundan çox təsirlənmiş Dülgər qonşudan onun atını xahiş etdi və indi qarısını xəstəxanaya ümid ilə aparır ki, Pavel İvaniç dərman və məcunlarla arvadına əvvəlki baxışını qaytarsın. Matryona, Matryona, sən necə deyərlər? Dülgər donquldandı. Əgər Pavel İvaniç soruşsa ki, mən səni döyürəmmi? De ki, yox. Mən səni heç vaxt daha döymərəm. And içirəm. Səni əsəbləşəndə kötəkləyirdim, vururdum, düz etmirdim. Nahaq,
Əbəs yerə bunu edirdim. İndi sənə yazığım gəlir. Başqası olsa heç nə etməz. Mən isə çalışıram. Külək gör bir necə əsir. Allah bilən məsləhətdir. Bircə yol azmayaq. Nədir? Böyrün ağrıyır? Matriona, sən niyə susursan? Soruşuram, böyrün ağrıyır? Qəribədir. Ona elə gəldi ki, qar dənəcikləri qarının üzünə düşüb ərimir. Qəribədir. Ona elə gəldi ki, qarının üzü uzanıb, solğun boz, çikli mum rəngi alıb. Üzündə ciddi və sərt görünüş var. Sarsaqsan sən, sarsaqsan. Sənə vicdanla Allahın önündə durduğum kimi ürəyimi açdım. Sən isə necə deyərlər, sarsaqsan vallah. Bax, səni Pavel İvanoviçin yanına aparmaram ha. Dülgər cilovu əlindən buraxdı. Fikrə getdi. Qarasına tərəf dönməyə cürəti çatmırdı, qorxurdu. Ona sual verib cavab almamaq qorxulu idi. Nəhayət, naməlumluğa son qoymaqdan ötrü qarıya baxmadan əlini yoxladı. Qaldırılmış əl örtünün üzərinə düşdü. Deməli ölüb. Dülgər ağladı. O buna kədərlənməmişdi, yalnız heyfsilənirdi. O düşündü ki, yer üzündə hər şey nə tez baş verir. Bəla təzə başlamışdı ki, artıq bitib qurtardı. Qarısı ilə heç yaşamağa macal, imkan tapmadı. Ona bəzi sözləri demədi. Qadına mərhəmət göstərmədi. Budur, o vəfat etdi. Onunla 40 il yaşamışdı. Deməli bu 40 il keçdi. Sanki dumanda idi. Sərxoşluq, dava-dalaş, ehtiyac ucbatından olan həyatı hiss etmədi. Gecə qarı da elə bir acığa, elə bir vaxt öldü ki, Dülgər ona diqqət yetirməyə, mərhəmət göstərməyə başlamışdı. Bəlkə də o qarısız yaşaya bilməzdi. Qarının qarşısında onun çox günahı vardı. Axı o qapı-qapı gəzirdi. Dülgər xatırladı. Mən özüm onu çörək üçün adamlara borc almağa göndərirdim. Sarsaq qarı. Axı hələ 10 ildə yaşaya bilərdi. Bir də o həqiqətən düşünər ki, mən belə biriyəm. Müqəddəs ana, mən indi belə hara gedirəm? İndi müalicə yox, dəfn etmək lazımdır. Dön görək. Dülgər atı döndərmək üçün belinə bütün gücü ilə qamçı vurdu. Yol get-gedə daha da pisləşirdi. Qövs artıq görünmürdü. Bəzən araba cavan küknar ağacının üzərinə çıxırdı. Həmin an qara nəsə onun əlini yaralayırdı. Gözləri önündə hər yer beyaza bürünüb fırlanırdı. Kaş ki yenidən yaşamaq olsaydı, Dülgər düşündü. O xatırladı ki, 40 il öncə Matriona gənc, gözəl, şən və imkanlı ailədən olan bir qız idi. Qızı ona yaxşı, məşhur, usta olduğuna görə vermişdilər. Gözəl yaşamaq üçün bütün imkanlara malik idilər. Lakin bədbəxtçilik onda idi ki, o toydan sonra necə bərk içib, ocağın yanında uzanıb yatmışdısa, elə də qaldı. Elə o zamandan bəri heç cür sərxoşluqdan başı ayılmadı.
Toyunu xatırlayırdı. Toydan sonra olan zamanı isə yox. Lapislər öldür. Xatırlamırdı. Yalnız içib, yatıb, dalaşdığını xatırlayırdı. Bax belə 40 il keçdi. Beyaz qarlı buludlar get-gedə tündləşirdi. Qaranlıq düşürdü. Mən hara gedirəm? Birdən Dülgər özünə gəldi. Dəfn etmək lazımdır. Mən isə xəstəxanaya gedirəm. Ağlımı itirmişəm. Dülgər atı yenə döndərib, ona yenə qamçı vurdu. Dişi at bütün gücünü toplayıb, səs çıxarıb, asta sürətlə qaçırdı. Dülgər zaman-zaman onun belinə qamçı vurur, arxada isə nəsə bir səs gəlirdi. Arxaya dönməsə də, Qriqori bilirdi ki, bu mərhum mənim arabaya dəyən başının səsidir. Hava getdikcə siyahlaşır və külək getdikcə soyuq, kəskin olmağa başlayırdı. Kaş ki yenidən yaşamaq olsaydı, Dülgər düşündü. Yeni alətlər alardım, sifariş qəbul edərdim, pulları qarıya verərdim. Və budur. Qamçı əlindən düşür. Qamçını axtarır ki qaldırsın, lakin heç cürə bunu edə bilmir. Əlləri işləmir. Eybi yox. At özü gedər, yolu tanıyır. İndi matəm mərasiminə çatıb rahatlanaram. Dülgər gözlərini bağlayıb mürgüləyir. Biraz getdikdən sonra hiss edir ki, at dayandı. O gözlərini açır və önündə qara komaya bənzər bir şey görür. O arabadan enib nələrin baş verdiyini öyrənməlidir. Lakin bütün vücudunda tənbəllik var. Elə tənbəllik, elə bir zəiflik ki, tərpənməyib donmaq ondan yaxşıdır. Və o sakitcə yuxuya gedir. Divarları boyanmış iri otaqda gözünü açıb oyandı. Pəncərədən parlaq günəş işığı düşürdü. Dülgər önündə adamları gördü. İlk növbədə özünü anlayışlı, yerini bilən kimi aparmağa çalışdı. Qardaşlar, qarım üçün matəm mərasimi vermək lazımdır. Keşişə də demək lazımdır. Yaxşı. Sən uzan görək. Pavel İvaniç, atacım. Önündə həkimi görən Dülgər təəccübləndi. Ali həzrət, bizim mərhəmətli insan. O ayağa qalxmaq istəyirdi ki, həkim önündə yerə yıxıldı. Amma hiss etdi ki, nə əli, nə ayağı sözünə baxmır. Ali həzrət, mənim ayaqlarım hardadır? Hardadır mənim əllərim? Əl və ayaqlarınla xudafəsləş. Şaxta vurub. Onları dondurmusan. Hə, niyə ağlayırsan? Bu yaşa qədər Allaha şükür yaşamısan. Yəqin 6-cı onluğu xırdalayırsan. Yaxşı görək, ağlama. Bədbəxtçilikdir, Ali həzrət. Axı bu necə bir bəladır? Acizyanə dərəcədə məni əfv edin. Heç olmasa 5-6 ildə yaşamaq olsaydı. Niyə 5-6 il yaşamaq istəyirsən ki? At özgə adamın atıdır, onu qaytarmaq lazımdır. Qarıma da dəfn mərasimi keçirməliyəm. Bu həyatda hər şey necə də tez baş verir, Ali həzrət. Pavel İvaniç. Karel ağcaqayından siqar qutusu,
ən yaxşısını, kroket topunu yolub düzəldərdim sizin üçün. Həkim əlini yelləyib otaqdan çıxdı. Dülgərə rəhmət.